Hyundai Tucson'da 2.7 motor. Maşında qeyri-müntəzəm işləmə var. Smoke test aparatı ilə test edirik. Gör necə hava çəkir buradan. Bu hava çəkmə olanda, bax bu birisi tərəfdən də var, bax ver. Belə hava çəkmələr olanda maşın düzgün işləmir. Nə qədər məsəl üçün Volkswagen aşıqasını verir. Volkswagen dəyişsəz də belə, başqa şey dəyişsəz də problem aradan qalxmayacaq. Bu hava çəkmə oje çoxdur. Hava çəkmə problemləri düzələndən sonra maşın normal vəziyyətdə işləyəcək. Bu hava buraxan daçki sökürük. Yəni göstər. O prokladkaya bax. Yarısı var, yarısı yoxdur. Ona görə də başlayır oradan o vəziyyətdə hava çəkməyə. Bir dənə bunun prokladkasını dəyişəcəyik ya da tapılmasa bir dənə germetika vurub bağlayacağıq, görək nə göstərir. Bu daçki gör nə vəziyyətdədir, içi əməlli başlı naqar bağlayıb. Bu rahat geyib gəlməlidir. Sadəcə naqar tutur deyənə atverka ilə güclə edirəm. İçindəki klapana bax. Bu həm təmizlənməlidir. Bax, fikir ver, bax. Gör nə çıxır içindən. Buna bax. Bu həm təmizlənməlidir, həm də ki prokladkası dəyişilib bağlanmalıdır üstünə. Bu daçkin də prokladkasını tapa bilmədiyimiz üçün ağlımıza belə bir variant gəlir. Bax belə kəsib ölçüsünü götürüb düzəltmişik. Bizon qabı sağ olsun, köməyimizə çatır. Deməli bu hissəni bərpa eləmişik. Amma tək bu hissə ilə mövzu bitmir də, iş bitmir. Zaslonkanın arxa hissəsindən də hava sızıntısı var. Əsasda farsunkaların diblərinə bir dənə baxın. Farsunkanın sannikləri quruyub, 3 dənəsi buradadır, 3 dənəsi də kollektorun altındadır. Bugün necə hava sızır buradan. Deməli qardaşlar, hava kollektorunu sökmüşük. Kollektorun prokladkası. Bax gördüyünüz bu hissə. Səliqəsiz işləyiblər, germetikası falan hamısı təmizlənəcək, bağlanılacaq üzərinə. Sonra farsunkaları sökmüşük. Farsunkanın ağızlarına diqqət edeyim bir dənə. Həm bərbad vəziyyətdədir, yuyulub təmizlənəcək, həm də sanniklərini dəyişib üzərinə bağlayacağıq. Ondan sonra zaslonkanı sökmüşük, prokladkasını itiriblər ya cırıblar, germetika vurublar, bax. Germetika yaxşı vurulmayıb deyənə buradan da sızıntı var idi. Ondan sonra, bax bu hava şlanqları, gör nə vəziyyətdədir, quruyub, cırılıb deyənə hamısını yeniləyirik. Hamısı bərpa olunur. Maşının hər yerindən hava çəkmə var idi. Bu işləri bir dənə səliqəli yekunlaşdıracağıq. Kollektorla üzərinə bağlayıb, yekunda bir dənə nəticəni paylaşacağım, baxarsınız. Zaslonkanın da prokladkası yoxdur. AST sağ olsun. Görək bundan bir dənə prokladka düzüb qoşa biləcəyik buna. Ölçdük, biçdik, kəsdik, düzəltdik. Bax belə bir şey ortaya çıxartdıq. Niyə? Prokladka yoxdur da qardaş. Nə tapılmır. Düzə ölçüsünə uyğun. Bax belə düzüb qoşmuşuq. İşə yarayacaq. Maşın ideal vəziyyətdə işləyir hal-hazırda. Smoke test eləmişik, heç bir yerdə sızıntısı yoxdur. Maşın bura gələndə çəkməmişdim, amma əməlli başlı piriboy vəziyyətdə işləyir. Qardaşın özü də buradadır. Yəni, maşın bura gələndə benzin çatdırmayanda necə yorbit eləməyi, maşında əməlli başlı piriboy, qaz götürməməyi, bu problemlər var idi. Qardaşa Volkswagen problemi deyiblər, bir də Raspedranın daçki deyiblər. Ki, yəni onlar dəyişilməlidir. Amma smoke testlə təyin elədik ki, hava çəkmə problemi var, hava çəkmə problemi ilə aradan qaldırıldan sonra heç bir daçki dəyişməyə ehtiyac olmaz. Maşın bir dəqiqə saat kimi deyil, qardaşım xeyirli olsun. Xeyirli olsun.